Cümlədə işarələnmiş isimlər adlıq haldadır, yəli haldadır, təsirli haldadır. Ferma müdiri onu binaya çağırdı. Ferma müdiri yanındakı sözdə mənsubiyyət şəkilçisi olduğu üçün ferma sözü burada qeyri-müəyyən yəli haldadır. Yəni fermanın müdiri. Deməli, ikiyə olacaq A. Gözümdən çəkilmir xəyalın sənin. Sənin xəyalın, sənin yəli haldadır. Xəyalın sözündə ın mənsubiyyət şəkilçisidir. Mənsubiyyət şəkilçisi olduğuna görə də adlı hal hesab olunur. Yəni burada başqa hal şəkilçisi görünmür. Birə gedir B. Süfrə açıldı, cürbəcür ləziz yeməklər gətirdilər. Yeməklər sözü nə sualına cavab verir, lakin feilin yanında işlənib, deməli təsirli hal ola bilər. Həqiqətən də cürbəcür ləziz yeməkləri gətirdilər. Qeyri-müəyyən təsirli haldadır. 3-ə olur C. Biz onu evdə də, iş yerində də tapa bilmədik. İş yeri yenə də burada mənsubiyyət şəkilçisidir. Belə çıxır ki, işin yeri, iş qeyri-müəyyən yəli haldadır. 2-yə olacaq həmçinin D. Söz demək mümkündür, fəqət təsiri də olmalıdır. Sözü demək feilin yanında işlənib, qeyri-müəyyən təsirli haldadır. 3-ə olacaq Y. Düzgün cavabımız 1-ə B, 2-yə AD, 3-ə C, Y.